Martın 18-dən başlayaraq Əcəmi Seyrəngahı Mədəniyyət və İstirahət kompleksində Novruz bayramı ilə əlaqədar Bahar Fest keçiriləcək. Bayram festivalı qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan şəhər İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcəkdir. Keçiriləcək bayram festivalı ötən illərə nisbətən rəngarəngliklə fərqlənəcəkdir. Eyni zamanda bayram festivalının keçiriləcəyi ərazidə 13 stend qurulacaq ki, bu stendlərdə də Muxtar Respublikada olan bir çox təşkilatların, qurumların və fiziki şəxslərin əl işlərindən ibarət sərgi-satış təşkil olunacaq. Festival günlərində Nazirliyin tabeliyində fəaliyyət göstərən konsert tamaşa müəssisələrinin çıxışları olacaqdır. Bunlardan Naxçıvan Dövlət Filarmoniyası, mahnı və rəqs kollektivləri, həmçinin Naxçıvan Dövlət Uşaq Filarmoniyası, Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, həmçinin Yeni Era Müstəqil Uşaq və Gənclər Teatrı və Altay Teatrının balaca tamaşaçılar üçün deməli tamaşaları nümayiş olunacaqdır. Bundan əlavə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən rayon və şəhər mədəniyyət idarələrinin və şöbələrinin konsert proqramları da, yəni qrafika uyğun olaraq festival günlərində tamaşaçıların qarşısına çıxacaqdır. Bahar Fest bayram festivalının ab-havasına uyğun 22 yaşa köşkündə isə festival iştirakçılarına milli mətbəximizin dadlı təamları təklif ediləcək. Həsən Məmmədov, xanım Rüstəmzadə, Azər Həsənov, NTV Xəbər.